Hər vaxtınız xeyir olsun. Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual yanvarın 11-i 9-cu siniflərə OTK buraxılış imtahanında salınıb. İfadəni sadələşdirək bərabərdir. Bunu bilmək üçün müxtəsər vurma düsturlarını bilmək lazımdır. 16 4-ün kvadratıdır. Onda biz surəti belə vuruqlarını ayıraq. A çıx 4, A üstə gəl 4. Məxrəci olduğu kimi köçürəcəm. A üstə gəl 4-ün kvadratı. Vur. Burada surət qalır olduğu kimi 4 üstə gəl A. Məxrəcdə 2-ni ortaq vuruq kimi qabağa çıxarırıq. Qalacaq 4 çıx A. Hardan çıxdı 4 çıxa? Ortaq vuruq çıxarmaq hər bir həddi çıxarılan ortaq vuruğa bölmək lazımdır. Yəni hər bir həddi 2-yə bölüb yazdıq. A üstə gəl 4, A üstə gəl 4 bununla getdi. A çıx 4-lə 4 çıxa gedir. Mənfi 1 qalır, çünki bunlar əks ədədlərdir. Cavab oldu mənfi 2-də 1. Yəni mənfi 0,5 D variantıdır.